Dəyərli həmvətənlərim, Mehmana bir sual verək görək. Mehman bəy, deməli, mən bu tarix boyu bizim vətənimiz devrilibdir, parçalanıbdır tarix boyu. Mən indi anlayıram ki, vətənimizin başında bundan olanlar, cındırlar, bundan olanlar olubdur və kim gəlsə də bunların ədalətindən yaxşıdır deyib, həmən başqa millətə qucaq açıblar, onların bayrağını qaldırıblar. Və baxın, mənim bilirsiniz, şimaldan əlaqəm genişdir. Cənubdan da əlaqəm genişdir. Talışlar Qabil deyir, Qabil də Talışlar deyir. Ləzgilər Qabil deyir, Qabil də Ləzgilər deyir. Baxın, bir ara dedilər, Ruslar qoşun yığıb sərhədimizə. Bütün bölgə hamılıqdan dedi ki, Ruslar Bakıya hücum eləsə, deyəcəyik dayanın, silahları verin bizə. Biz sizin qabağınızda gedəcəyik İlhamı devirməyə, qırmağa və ya İlhamı qoruyanları qırmağa. Eləcə də İran, Cənub zonası. Farslar gəlsə, Talış bölgəsi, Hacıqabula qədər. Hamı deyəcək dayanın, silahı verin bizə, biz qabaqda qıracağıq bunları. İndi mən hər zaman deyirəm, Rus, Fars, Erməni bunlar Türkün düşməni deyil. Ya hesablaşmaq gücümüz yoxdur Rusdan, Farsdan, ya da erməninin bizim bazdaşmaqla, bizdən tans oynamaq gücü yoxdur. Ya amma onu bilirəm ki, ən radikal adam Kaçaryan belə olsaydı, İlham Əliyev qədər bu xalqa zülm eləyənməzdi. Ona görə deyirəm, İlham prezidentdirsə, Rusa, Farsa, Erməniyə güllə atan Xaçaturyan soyundan, it soyundan. Erməniyə belə İlham Əliyev ordadsa güllə atan, Farsa, Rusa, Erməniyə güllə atan, birbaşa anasını, bağışsını birbaşa Erməninin, Afrikalının, Farsın altına soxan. Bax bunu dedim. İlham ordadsa, İlhamın əmri ilə. Bax, Kaçaryan silahlanıb Kaçaryan basa-basa gəlsə də Bakını işğal eləməyə, qardaş, İlhamdan o yaxşıdır. Qoy gəlsin. Güllə atan oğraşdır. Güllə atan namussuzdur. Güllə atılmalı yer Əliyevlərə. Əliyevlərə güllə atılmalıdır. Baxın, dəyərli həmvətənlər. Paşinyan onu göstərdi ki, bizim ən qatı düşmənimiz Əliyevlərdir. İndi sizə sual verirəm, Mehman. Məsələn, tutaq ki, Rus, ya elə Fars deyək, Fars gəlir İlhamı devirməyə. Devirməyə də qadınlam, devirməyə gəlir. Necə baxarsan buna? Gəldi, devirdi İlhamı. Necə baxarsan? Mən 250 buna dəstəkləyirəm. İlham Əliyev bu milləti o qədər boğaza yığıb, bu milləti o qədər bezdirib ki, İlham Əliyevə atılan raket, İlham Əliyevin evinə göndərilən, ay nə bilim, PUA raketi. Bir dəqiqə, xahiş edirəm cəmaata da, indi ola bilər biz Avropadayıq da deyərlər satılmışsan, qoy xalq da suala cavab versin. Ay millət, razısınızmı bax, razısınızmı? Fars gəlsin, bax, yıxsın İlhamı devirsin. Ermənin olsa gücü yoxdur. Fars gəlsin, Rus gəlsin, İlhamı devirsin. Laf belə ölkəni o SSR vaxtı kimi götürsünmü? Yəni Təbriz kimi mi götürsün? Yəni, razısınızmı buna? Belə müstəqil isə lazım idi mi? Müstəqil ana bacımızı müstəqil şəkildə qayırırlar. Yenə Rusdan qorxurdular. Moskvaya bir dənə Hinduşkamızı maşın vuranda yazırdıq Moskvaya. 5 dənə general gəlirdi. Hinduşkanın adına əvəzinə dana verib gedirdilər. Ay, indi qadın alım, balaca məktəb direktoruna Çaçkovya deyirsən, prezidentə yazacağım. Deyir, prezidentin arvadını belliyim. İndi qadın alım. Abi, burada görək hamı yazdırmı ki, bax, Fars gəlsin, Bakını təmizləsin Əliyevlərdən. Rus gəlsin, təmizləsin. İndi Rusda o gök yoxdur. Rus, İlham Əliyev Rusun köpəyidir. Zaten Rusiyanın biz bir forpostu yox. Razısınız mı ki? Yəni, İlhamı devirmək üçün Fars gəlsin, Rus gəlsin, razısınız. Buyurun. Mən şeytanla da müqabiləyə girməyə hazıram. Kaçaryan gəlsin ordusunla Bakını işğal eləsin. Licbi İlham Əliyev. İlham Əliyevdən düşmənimiz yoxdur o tərəfə. Buyurun. Buyurun, Mehman. İlham Əliyev həqiqətən də bu millətin ən böyük düşmənidir. Bu millətin ən böyük qanitənidir. Yəni, bizim millət İlham Əliyev, Əliyevlər tayfasından gördüyü zərbəni heç kimdən görməyib. İlham Əliyev o qədər oğraşdı ki, deməli, Xocalı soyqırımı günü ərəfəsi Xaçaturyanı, nə idi onun adı?
Xaçaturyanı Azərbaycan həbsxanasından azad edib, göndərib evinə, Ermənistana. Bax bunu İlham Bir. Mehman sözün var burada saxla. Deməli hamı yazır hə gəlsin licvi devirsən. Amma burada bir nəfər yazır ki 45 milyonu minir. Ay necə minir hə? Ay ciş köpək oğlu ciş. Bax prezident türk deyil. Ala demirdiz Elham Neyit o da türkdür. Generalların yarıdan çoxu türk deyil. İranın bir dənə adı İslam ölkəsi yox, Türk ölkəsi olmağı qalıb da. Bircə nəfər Pakistanlı ərəb gedib orada bir dənə qızı qayıra bilirmi? Siğədir də könüllü. Eləyirsən elə bizdə Bazdıxan olan kimi. Siğədir. Bircə nəfər desin ki mənə, bircə nəfər desin ki Cənubi Azərbaycanda, Şimali Azərbaycan, yəni bizdəkinin yarısı qədərcə boşanma var. Bircə nəfər desin ki bədənini və şərəfini imkansızdan satan var. Bircə nəfər desin ki skoru çağıranda pulu olmayana maşın gəlmir. Bircə nəfər desin ki bir xəstənin dərdinə İranda əlac edilmir. Bircə nəfər desin daha burada bir dənə video var, onu Mehman indi danışacaq. Onu sizə qoyacağım abi. Gör İranda xanımlara, uşaqlara necə dəyər verilir. Uşaq pulu verilir, bir ayda uşağa verilən puldan 2 tona yaxın yanacaq almaq olar. Yanacaq 3 qəpikdir. Buyur Mehman, davam elə baxışda sözü kəs. Deməli, nə deyirdim? İlham Əliyev Xocalı soyqırımı gün ərəfəsi Xaçaturyanı Azərbaycan həbsxanasından azad eləyib, evinə göndərib. Amma Qarabağda döyüşən, Qarabağı azad eləyən Hacı Vəliyevi bugün həbsxanada zülm verir. Bax, indi siz mənə deyin görüm, hörmətli izləyicilər. İlham Əliyev daha çox bu millətə ziyan vurub, yoxsa kim? Yəni İlham Əliyevin bu millətə, bu ölkəyə vurduğu zərbənin miqyası yoxdur, ölçülmür. Yəni İlham Əliyevin evinə raket atan, evinə PUA atan, nə atırsa atsın. İlham Əliyev rədd olmalıdır bu ölkədən. Əliyevlər tayfası rədd olmalıdır. Bunlar rədd olmayınca biz rahat nəfəs ala bilməyəcəyik. Vətəndaşlar rahat nəfəs ala bilməyəcək. Cəmaət onsuz da dilənçi günündədir. Və İlham Əliyev də bugün qərar verib ki, dilənməyi sizə qadağan edirəm. Təsəvvür edirsiniz? İlham Əliyev deyir ki, siz ölməlisiniz. Dilənməyə sizə icazə vermirəm. Bax, bu qərarı hansı düşmənimiz, hansı bir adam Azərbaycan vətəndaşına qarşı edib? Zavod yox, fabrik yox, iş yeri yox. Cəmaət neynəsin? Cəmaət deyir ki, bir dilənim də, metronun qabağında dilənib, çarəsiz vəziyyətdədir. Və İlham Əliyev deyir ki, mən sizə dilənməyi də qadağan edirəm. İş yeri vermirəm, dilənməyə qadağan edirəm. Ölün, yıxılın, ölün. Ona görə deyirəm ki, İlham Əliyevlə mübarizə aparmağın sərhədi yoxdur. Nə hüquqi, nə ədalətli və s. İlham Əliyevə kim ən azı çıtma vurursa, video çəkirsə, onun haqqında ifşa edici materiallar paylaşırsa, hər şey qəbul ediləndir. Tək ki, İlham Əliyevin cındırını çıxardaq, İlham Əliyevə zərbələr endirək. Bu qədər sadə. Mehman, bir dənə bu videoya baxaq. Video İrandan yayımlanır. İranda qadınlar necə yaşayır? Hamiləliyin 3-cü ayından etibarən 2 il müddətində hər ay anaya 30 manat verilir. Evlənəndə həm qadın, həm... Baxın ha, hamiləliyin 3-cü ayından 30 manat. 30 manata nə qədər benzin düşür bilirsiniz? 30 manat. 3 qəpikdir də. 3 qəpikdir də. Gör nə qədər benzin düşür ha. Baxın, danla. Bax, 3. Danla bax. Oğlan tərəfə ayrı-ayrılıqda 3-cü ayından etibarən 2 il müddətində hər ay anaya 30 manat verilir. Evlənəndə həm qadın, həm oğlan tərəfə ayrı-ayrılıqda təxminən 5000 manata yaxın faizsiz kredit verilir. 5000 manat nə deməkdir İranda bilirsinizmi? İranda 5000 manat, qardaş, elə bil ki, Azərbaycanda, siz yazın da, Azərbaycanda 200.000 manat deməkdir. 5000 manat deyir, kişiyə arvada pul verilir, 10.000 manat.
faizsiz kredit verilir. O deməkdir ki, inanın Allaha deyirəm ha, 200 min, 300 min deməkdir. 5 min manatdan İranda bir sənə iş qura bilərsən, ev ala bilərsən. Bax, dalına bax. İran küçələrində qadın süpürgəsi tapa bilməzsiniz. Küçələri yalnız kişilər süpürür. İran küçələrində qadın, bizdə də bütün yaşlı qadınlar Bakını süpürür, gündə də birini öldürür. Bax, dünənləri əməliyyatçı var. Bir neçə gün öncə əməliyyatçı Gəncədə də bir qadını vurdu. Özü də polisin əməliyyatçısı BMW ilə. Saxta nömrəli qara BMW ilə. Danlava. Yalnız kişilər süpürür. İranda kişilər xanımlara xüsusi hörmət edir. Evdə yemək bişirmək, evi təmizləmək, uşaqlara baxmaq kimi işlər adət halına alıb. Bunu etməyənlərə tərcib edirlər. Xanım dövlət işində işləyirsə, hamiləlik zamanı 9 aya qədər işdən azad edilir və aylıq maaşı da ödənir. İranda nəinki qadınların maşın sürməsi normaldır, hətta əksər xanımların şəxsi maşınları var. Kişilərin aylıq gəlirindən həyat yoldaşları üçün pul ayrılır. Bəs sizcə qadınlar İranda necə yaşayır? Bizdə nə tər yaşayır, ha, ay millət? Bizdə də qadınlara iş var, kişilərə yoxdur. O da niyə görə? Müdürlər basmağa görə cavan qız axtarır. Elə deyil Mehman, buyur. Elədir. Biz görmüşük. Yenə deyirəm ki, bu Hüseyn Bala Mirəlimov deputat var idi. Cavan qız katibəsi var idi. Hər kəs gördü də bu deputatlar necə peysərdilər. Yanında saxladığı katibələri belə pis gözü ilə baxırlar. Bu da İlham Əliyev deyir ki, mənə əxlaqsızlar lazımdır. Mənə şortlar lazımdır. Mənə namussuz, qeyrətsizlər lazımdır. İlham Əliyev bunu təbliğ eləyir və biz görürük də küçələri kim süpürür. Yaşlı nənələrimiz 200 manat, 300 manat pula görə məcburdular küçələri süpürsün. O biri tərəfdən də peysər polislər hər gün mülki maşınlarda avtoşluq edirlər və o küçələri süpürən yaşlı nənələrimizi vururlar və məsuliyyətdən kənar qalırlar. Ölkə bildiyin meşədir. Meşə qanunlarıyla idarə olunur. Meşə yaxşı da qaqa. Meşədə çaqqallığını bilir, türkülüyünü. Bizdə çaqqallar şirin başına tullanır, canavarım. Ölkədə hüquq deyilən heç nə qalmayıb, məhkəmə qalmayıb. İnsanlar nə polisə inanır, nə DTX-ya, nə prokurorluğa. Qoyanadır, minənədir. Kimin azca gücü varsa, kimin azca pulu varsa, ağalıq eləyir, lotuluq eləyir, İlhamın dolyasını verir və şellənir. Mehman, son olaraq çox, mən bundan sonra Mehmanı biraz tez-tez çalışacağım efirə dəvət edeyim. Heç olmasa 10 ayda 1-2-3 dəfə, həftədə bir dəfə ya 2 həftədə bir dəfə. Qaldı ki, Mehman son olaraq deməli İlham Əliyevə Avropadan böyük qətnamə çıxartdılar. Amerikada kongresmenlər, Fransada, nə bilim, Britaniya ümumiyyətcə yaxına buraxmır. COP29-dan qabaqdan kral ailəsi qovub bunları. Sonra Astor ailəsi, bütün cinayət işlərini bunların bağlayan Astor ailəsi. Astoria otelində niyə uşaqları döydürdü Tokyağı? Çünki yeni adamlar öldürəsi idi və yeni də söhbətləri bağlayası idi. Bu arada Qənimət bəyin harca 15-20 gün bundan qabaqki videosunda Albaniya ölkələrində yerli killerlərlə danışırmışlar bizləri vurdurmaq üçün. Bu ənlə də Erdoğan ümumiyyətcə salam vermir. Yalandan bir dəfə qol-qola tutmaqdan deyil. Baxın, qucaqlayıb bir dəfə kardeşim demir. Rusiyadan da elə üzdə dostdur, güya düşməndilər. Amma məlumunuz ki, bu Rusiyanın köpəyidir. Amma bəllidir ki, Rusiyada qruplaşmalar çoxdur. Dərin dövlət var, başqa klanlar var. Əlbəttə, İlhamı məhv eləmək istəyən güclər Rusiyada həddindən çoxdur. Bu yandan da İran, aydın məsələdir, İlham Əliyevi qoruyan Əli Xameneyi idi. Həmişə İran yapısının yapılanmasının arxasında Britaniya oldu. Həmişə. Mehman, hər tərəfdən İlhama zərbə gəlir. Günü xoş keçsəydi, sən demiş, şimal sərhədində gedib orada ayı kimi meşənin içinə qapanmazdı. Hər tərəfdən elə bir ki, İlhamı sıxıblar. Amma bəzilər xalqımızda belə bir geri zəkalı düşüncə var ki, kəmərlər orada İlham nefti qazı verir. Ay ki, o neft, o kəmər İlhamın deyil, Britaniyanın. Dədə baba malıdır. İlham oradan faizini alır. 20%-dir nədir? O vaxt Elçi bəyə 40% verəsiydilər.
hamısını da ingilis eliyəsi idi. Amma Elçi bəy 3 dəfə təkcəri rədd elədi və Elçi bəy Heydəri gətirmək üçün. Və deyilən vətənlərim, aydın məsələdir ki, Heydər dedi bir sənə var, ara 60 yox, mənə 20% bəs edir, 25%. Qalanını qoyun cibinizə. Bir də mən də kredi götürəcəm, sizə kömək edib o kəməri tikdirəcəyəm. Ona görə Mehman ümumiyyətcə qardaşın sərhədsiz reportyorlar rəhbəridir, Ratinin rəhbəridir, qardaşının əlaqələri var, sizin bəlli əlaqələriniz, ən balaca oturub durduğu kongresmenlər var. İlham Əliyev elə bir dalana dirənib, eləmi? Bu, yəni sizin də materiallarınızın gələcəkdə sürpriz materiallarınızın olacağına əsas verirmi? Həm İlhamın köşəyə sıxışmağından, həm bizi gələcəkdə hansı sürprizlər gözləyir siz tərəfindən də onu buyurun. Geniş şəkildə deyin, bundan da bitirək. İlham Əliyev həqiqətən də hal-hazırda çıxılmaz vəziyyətdədir. Niyə? Biz baxırıq ki, Belarusda Lukashenko siyasi məhbusları hər ay 300 azad eləyir və hörmətini artırır. İlham Əliyev hər gün elə bir gün olmur ki, günahsız bir insanı şərləyib həbsə göndərməsin. Yəni İlham Əliyev indi ona görə çıxılmaz vəziyyətdədir ki, Avropada artıq ona deyib ki, insan haqlarına hörmətlə yanaş, siyasi məhbusları azad et, insanları şərləmə, günahsız insanları şərləyib həbsə göndərmə. Bu tərəfdən İran bunu narahat eləyir, o biri tərəfdən Erdoğan bunu, o biri tərəfdən İngilislər deyir, neftin pulu burada göndər, İsrail bu tərəfdən, Putin o tərəfdən. İlham Əliyevin çıxış yolu ancaq Avropa ilə hesablaşmaq, siyasi məhbusları azad etmək və günahsız insanları həbsxanalardan azad etmək. Mən tam əminəm ki, İlham Əliyev əgər hər hansı bir yüngülləşdirici addım atmasa, onu gələcəkdə çox çətin günlər gözləyir. Sanksiyalar da olacaq, İlham Əliyevə qarşı artıq Avropada bəzi mənbələrdə ortaya çıxıb ki, bu Rus neftini Avropaya satırmış, Rus qazını Avropaya satırmış, sonramda bu Əclaf adlanan Əhmədzadəni güya həbs eləyib. Halbuki İlham Əliyev özü Rusiyanın qazını və neftini Avropaya satırdı. Neynədi? Atdı Adnan Əhmədzadənin üstünə. Yəni İlham Əliyev gələcəkdə sanksiyalar qarşısında qalanda, İlham Əliyevin dalı və ya götü qapı arasında qalanda, bax onda gec olacaq. İlham Əliyev İlham Əliyevin çıxış yolu yumşalmaya getmək, həbsxanadan Əli Kərimlini və digər Tofiq Yaqublu, digər jurnalistləri azad etmək və həqiqətən də hüquqi dövlət yaratmaq. İlham Əliyev bunu etməyəcək, mən buna tam əminəm. Çünki İlham Əliyev qorxaqdır, İlham Əliyev zəifdir. O bilir ki, Əli Kərimli ilə və ya adi bir jurnalistlə bu bacarmır. Adi jurnalistin tənqidinə dözə bilmir. Yəni İlham Əliyev gələcəkdə mən tam əminəm ki, sanksiyalara daxil ediləcək. Əgər Putin sanksiyalara dözə bilirsə, İlham Əliyev sanksiya siyasına daxil edilsə, o dözə bilməyəcək. Onun ətrafdakıları onun dalını dağıdacaqlar. Bax, Azərbaycan ona görə çox maraqlı ölkədir. Azərbaycanda adicə polis rəisin çörəyi, pulu gəlməsə vaxtında İlham Əliyevdən. İlham Əliyev biz bilirik ki, generalları, polis rəislərini də pulla saxlayır. Pul gəlməsə İlham Əliyevin dalını dağdan ilk növbədə olacaq Ramiz Mehdiyevlər, Vilayət Eyvazovlar, Əli Nağıyevlər, ətrafı. Çünki yenə deyirəm də, bu pulun axını kəsiləcək, onda qalacaq göt vəziyyətdə. Bax, o günü mən çox gözləyirəm. O gün tam əminəm ki, gələcək və biz buna baxıb həzz alacağıq. Deməli, burada Odular Yurdu yazıb ki,
İrandır, farsdır hərfləri ilə yazan ölülərinə Yasin oxuturursan burada. Odlar yurdu. Mənim izləyicilərim panyatkalı olmalıdır. Sənin yazın isə panyatkasızdır. Orada onların dili odur, hərfi odur. Bizi İranda çox sevirlər, çox izləyirlər. Çox ayıb olsun sənə, odlar yurdu. Hələ mənim komandamın ən aparıcı üzvü sənsən. Sən burada, nə bilim, Farsa da, Rusa da, Paşinyana biz belə Paşinyanı sevirik, biz Paşinyana qucaq açırıq, biz. Çünki demokratik adamdır. Yəni, sən qətiyyən bizim burada ətrafımızı genişləndirməyə xidmət eləməlisən. Sən xəbərin varmı İranda ən çox sevilən mənim? Bəlkə elə İran dağılsa, belə pis çıxmasın, Təbriz müstəqil olsa, orada namizədlərin biri biz olacaq, Cənub-Şimal bir olacaq, paytaxt Təbriz olacaq, namizədlərin biri mən olacaq, biri mehman olacaq. Niyə onları çirkindirək? Onların hər ana dili yazısı belədir. Yəni, ana dili, orta məhdədir. Onlar Latin əlifbasını bilmir və nətər fikrini çatdırsın. Amma sən onu Google Translate-dən tərcümə edib ona baxa bilərsən. Qətiyyən belə şey eləmə, odlar yurdu. Sən mənim ən çox sevdiyim adamsan. Mehman, gələn ayaqların ağrımasın, efirimizə gəldin. 2 saat 6 dəqiqə yayımda olduq. Azı 1 saat yarımını sizdən bir yerdə olduq. Təşəkkür edirəm məndən. Amma ən azı 10 gündə bir dəfə səni çağıracam qadın alım. Oturaq burada, Çərto deyil Alyonadan danışaq. O qədər dərdimiz var ki. Mütləq. Çox sağ ol, var ol. Allah qalsın. səni bərxudar və bəxtiyar eyləsin. Səni sevməyənin bəxtini xiyar eyləsin. Amin, amin. Sağ ol. Əziz tamaşaçılarım, siz də sağ olun, salamat qalın, bərxudar və bəxtiyar olun. Biz çox gözəl bir efir apardıq. İnşallah sabah da günün nəbzini günorta yayımında tutacağıq. Günorta yayımımız geniş olacaq, axşam yayımımız geniş olacaq. Sağ olun, salamat qalın, var olun. Bəyənin, çıxanlar bəyənsin, bəyənməyən baboş olsun. Yəni imkanı olub bəyənənlərdən gedir ha söhbət. Bəyənin, bəyənin, bəyənin. Yayımı bəyənin.